Günaydın. Günaydın kızlar. Necəsiz? Halınız, keyfiniz, əhvalınız? İnşallah yaxşısınız. Bizdə də şükürlər olsun, yaxşılıqdır. Bacınız 4 gündür itmişdi, itkin düşmüşdü. Bugün həftənin 3-cü günüdür. Bu videonun başlığını qurup quraşdırıram, amma bu səhnədən sonra izləyəcəyiniz səhnələr Cuma gününün çəkilişidir. Ümid edirəm bəyənərək izlədiyiniz videolardan olar. Birazı yarı yarım çıxdı, gəh bığdan, gəh saqqaldan olsa da yenə də bir video halına gətirib sizlərlə paylaşmaq istəyirəm. İnşallah alınar. Həftənin 6-cı bazar günü getdim, işlədim. Birinci, ikinci günü leş düşdüm, solğun düşdüm. İnansız, üstünüzə sağlıq olsun. Özümü heç yaxşı hiss eləmirdim. Yıxla qalxa, sozala gəzirdim. Elə istəyirdim ki, yata duram. Əlimi ağdan qarıya vurmurdum. Biraz yemək hazırla, uşaqları yedirt, ondan sonra gedib kəlf olurdum. Həqiqətən də indi gərək gerçəkçi olaq. Heç özümü yaxşı hiss eləmirdim. Amma bugün şükür dirildim, ayağa qalxdım, telefonumu götürdüm. Dedim, yox, belə olmaz. Bir video başladım. Cuma günü çəkdiyim video yarımçıq qalıbdı. O videonun davamını quraşdırım. Ən azından izləyicilərimin gözü yolda qalmasın. İzləyicilərim, görürəm yazırsınız, haralarda qalmışsınız, hardasınız, niyə gəlmirsən? Ona görə düşündüm ki, haqsızlıqdır bu. Mən izləyicilərimin gözünü yolda qoymamalıyam. İndi mən yol keçəsiyəm deyə bu maşınlar məni gördü də. Bu maşınlar məni gördü, mən keçə bilmirəm. Uzaqdan baxırsan yavaş gəlir, amma yanına çatanda bir maşın uçur göynən. Göynən uçur, adam qorxur. Nəysə, getdik, çatdıq. Evimizə mağazindən gəlirəm, bir balaca alış-veriş etdim. Gedək indi alış-verişimi yerləşdirim. Amma inşallah yeni il market alış-verişi videosu çəkəcəm sizlər üçün. Birlikdə olarıq o günü də. Mənim rekor qıran balonlarım. Bu balonlar videolarımda görsəndikcə görürəm, başındayı bu rezin haqqında çox suallar gəlir. Bu rezini addelinimi alıram. Bu rezin bacılar elə bu balonların üstündə olur. Belə bu cürdə satırlar. Bunun içində də xiyar turşusu olur. Burada kafelərdə bunu alırlar, turşuyu istifadə edirlər. Balonları da atırdılar zibilə. Bunu da Nəsibə gətirib iş yerindən. Səhv etmirəmsə 15 dənəm olar, 20 dənəm olar. Bəlkə də daha çox saymamışam, amma xeyli var. Gətirdi, sağ olsun. Mən həm pomidor turşusu saldım, həm kompotlar etdim bu balonların içində. Həqiqətən də çox rahatdır. Belə götürməyə rahatdır. Əgər qaynadası kimi nəsə də edirsənsə də belə götürüb yerləşdirməyə rahatdır. Aparıb harısı da yerləşdirməyə rahatdır. Bu rezinlər çox köməkli edir. Nə az, nə çox. 2 litrəlikdir. Kompotlara da yaxşıdır. Turşu, xiyar da edə bilərsən, pomidor da edə bilərsən. Çox rahatdır. Mən ən son buraları belə çəkmişdimmi sizlərə? Baxın, bunlar belə görsənir. Pesokumuz biraz azalıbdır. Bu mənim mətbəximin, bunu da deyə bilmirəm, neysə, kuxnyamın balaca yolkasıdır. Buraya yaraşdırmışam. Buraları da göstərim. Baxın, bunları belə yerləşdirdim. Bu hələ boş qalıb. Bunun içinə alış-veriş edəndə makaron alıb dolduracağım. Hər ehtimala qarşı zapas olsun deyə. Bizim evdə inkubator cücələrimiz yemir. Makaronu düzgün yemir. Ətlə bişirsəm, sousla etsəm onda biraz yeyərlər. Amma o ki yağın içində qovurursan, aş kimi bişirirsən onu yemir. Çox yağlı olur deyir. İndiki uşaqlar həqiqətən çox çətindir, o başqa. Amma mən xoşlayıram. Buna makaron alıb dolduracağım. Buraya uzun düyü alacağım. Bu yumru düyüdür, dolmalıq düyüsüdür. Uzun düyü alacağım. Burada da belə ət otudur. Burada ədviyyatlar yerləşdirmişəm. Boşqaflar da belədir. Bu boşqafları belə qoydum. Baxın, bu tutur. Görürəm, bu haqqında yenə yorumlarda yazılır ki, ağırlıq çökəcək. Bunun həm içindən tutur, həm də ki bu tutur xanımlar. Ona görə də ki buna o qədər yük düşmür.
həm də belə qıraq tərəfə qoymuşam deyə yük düşmür. Bu uzunları belə ortaya qoydum. Gözəl görsənmir, amma nə edək, indi yer darısqallığından belə alınır. Buradakı, valla bax deyirlər aşağı yığ şkafa. Burayı da belə göstərim. Burada gündəlik istifadə etdiyim qablar, qazanlardır. Baxın, bunu istifadə edirəm. Yuxarı qoya bilmərəm. Bu da yenə elə. Bunlar da, bir budur, bu da ki sığmır. Bunun oraya qoyanda örtülmür yuxarı. Ona görə məcbur belə aşağı qoymuşam. Çaynikdir, nə bilim belə plasmas qablarımdır, mikserimdir. Belə şeyləri yerləşdirmişəm buraya. Belə yığmaqdan ötəri bircə bu gözdür şkafın. O gözlər də ki ağır qazanları qoymuşam. O biri tərəfdə də ki yenə elə xırda xuruş bir şeylər qoymuşam. Ona görə ancaq variant baxın belədir. Buna da ki qorxu yoxdur. Bu dəmirlərinə görə qorxu yoxdur. Buradakı belədir. Stəkanlar, o biri boş qablar, konfet qablarım, mürəbbə qablarım hamısı durur elə burada. Stəkanları da belə yerləşdirdim. Hamısı ağzı üstə qoymuşam. İstifadə edən vaxtı çevirirəm. Yaxalayıram, ondan sonra istifadə edirik. Belə bacılar. Bir-iki qabım var. Bunları da yumaradan çıxardım. Ondan sonra cuma günü çəkdiyim səhnələri izləmiş olasınız. Yuyursan, yığırsan, qutarmır. Nəhaya qalmışsın. Mənə də sıçar gəlmir. Biliznem lap az qalıb. Belə, bu da belə təmizlənsin. Onu yuyub çıxaracağım. Bunu da götürək daha. Bugün cuma günüdür. Cumanız mübarək olsun. Xeyirli cumalar keçirməyi Allah hər birimizə nəsib etsin. Mən yağ soğan asdım. Burada toyuğun ətini çıxartdım, güdüm qəşəng. Bir neçə dəfə ondan qaynar su tökdüm üstünə. İndi qaynar suyun içində durur. Bu suyu da çıxardıb yuyub ondan sonra yağ soğanı atacağım. Bunu nətər edəcəm bilirsinizmi? Toyuğun əti ilə kartoşkanı birlikdə qovuracağım. İndi biraz ət qovrulsun soğanla. Soğan tam qızarmamış. Ondan sonra da ki kartoşkanı vuracağım, biraz da su vuracağım. Baxın buraya çatan, tamatsız, sap-sarı olacaq bu yemək. İstəsən sarı kök də vura bilərik. İndi görün, bəlkə də vuracağım. Biraz qəşəng olsun sarısı. Belə həlimli, batırmalı, qəşəng yemək olur. Bizim uşaqlar görürəm, axır vaxtı bunu yaman iştahla yer. Uşaq da nəyi iştahla yer, mən də ondan hazırlamaq istəyirəm. Keçən dəfə yorumları oxuyurdum. Bir izləyici yazmışdı. İndiki gəlinlərdən yaman problem olub yemək tapıb bişirmək. Düz deyir, problem olubdu.
Əvvəllər deyir, elə deyildi. Anamız nə bişirirdi, elə onu oturub yeyirdik. O vaxtı elə idi xanımlar. Həqiqətən də əvvəlki devirin uşaqları belə uşaqlar deyil idi. Nə deyirdilər, onu edirdi. Nə bişirirdilər, onu yeyirdilər. Yəni mən gördüyüm vaxtlardan danışıram. İndi hərənin bir cür ailəsi olur. İndiki uşaqlar inkubator cücəsidir. Nazını çəkmək olmur. Ona görə nə xoş deyirlər, gərək ondan hazırlayasan, ondan yedirdəsən. Gətirim mən bunu yuyum. Soğan qızarmasın. İstəmirəm tam qızarmağını. Biraz da sarı kök vuraram. Şimdi getirip vuracağım. Biraz qovrulsun, ondan sonra vuracağım. Kartoşka da hazırdır. Dünən axşam mamam göndərən bu muncuğu düzdüm, düzəltdim, boynuma geyindim. Düzü birinci muncuğu götürdük, qismətlə getdik marta. Orada bir nənə var, muncuq düzüb satır. O nənəyə istədik ki, düzəltdirək, həm də arxasına kurçok etsin, açıb bağlamaqdan ötəri. Getdik, gördük, nə nənə var, nə muncuğu. Mən də dedim, daha buraya tən gəlmişik, bir dənə prastoy çep alım, o çepin belə kurçokunu açaram, buna düzəldərəm, özüm düzəldərəm. Düzə elə də etdik. Gəldim, boynuma belə geyindim, boğazıma belə yaxın etmişəm bacılar. İnansınız, bəlkə inanmayasınız. Birinci bunu geyinən vaxtı məni belə sıxdı, ürəyim sıxıldı. 1-2-3 saat çalxaladı. Ondan sonra buraxdı. Əvvəllər mən boynuma ya şərf dolasam, qışda çölə çıxanda, ya nə bilim vadalaska geyinsəm, ürəyim patlayırdı. Elə sıxılırdım, elə pis hallara düşürdüm, götürə bilmirdim. Amma indi bunu bu qədər baxın, boynuma yaxın bağlamışam. Heç deyəsinizmi ki, sənə sıxıntısı var. Heç darıxmıram, artıq axşamdan buraya belə geyinmişəm, yatanda da çıxartmıram. Başımı yuyanda da mama dedi ki, çıxartmayla elə boynunda dursun. Belə boynuma taxdım, hələlik şükür. Yaxşıdır, nəticəsi də inşallah yaxşı olar. Nə olacaq, nə olmayacaq, sizlərlə etap-etap paylaşacağım. Görün, nə sonuçlar verəcək də. Yeməyə sarı kök vura bilmədim. Bir baxdım, gördüm, sarı köküm qutarıbmış. Yeməyimiz də belədir, kartoşkanı da doğradım. Bir damcı da su vuracağım, yenə tam pişsin kartoşka. Ondan sonra üzərinə göy göyərti də vurursan, qəşəng yeyirsən. Yəni bunu çox bəyənir uşaqlar. İştahla yer. Ona görə mən də yenə belə etdim. Yarpaqlarını yudum, təmizlədim. Biraz renkləri özlərinə gəldi. Bir izləyici yazmışdı. Bu güllərin hansı haqqında yazmışdı bilmirəm. Baxma necə olur demişdi. İndi dəqiq bilmirəm hansı gülün baxma haqqında məlumat istəyir. Mən ən yaxşısı bu videomun altına o biri gül kanalımın linkini qoyaram. O linkə daxil olub oradan ətraflı məlumat alarlar yəqin ki. Çox yazanlar olur, amma buradan da belə qısa olaraq məlumat verə bilirəm. Bu xoşbəxtlik gülü gərək 10 gündə 2 dəfə ılıq suyun altında qəşəng yarpaqlarını yuyub təmizləmək lazımdır. –20 dəqiqəyə yaxındır qaynadıram.
Südü nə qədər çox qaynatsaq xanımlar, mayaladığımız zaman da qatığımız çox qəşəng alınır. Elə bil camış qatığı kimi olur, qəşəng olur. İndi altını söndürmüşəm. Bir 4-5 dəqiqədə belə qarışdırıram. Südün tərkibində su varsa da o buxarla buxarlanıb gedir. Mayalananda da qəşəng olur. Belə bu qalsın. Bunu mənə bir qohumuz öyrədibdi. Neçə ildir belə bu yöntəmlə edirəm. Həqiqətən də qatığımız çox qəşəng alınır. Yeməli alınır, bərt olur. Uşaqlar da iştahla yeyir elə olanda. Amma smetanla mayalayanda nə uşaq yeyir, nə böyük. Həqiqətən də xoşumuza gəlmir, uzanır deyə. Ona görə bunun çarəsi sabaha qaldı. Nə süzməm yoxdur, nə qatığım yoxdur mayalamağa. Görüm Aytaçda varsa da gətirib ondan mayalayaram. Yoxsa da gedib bazardan alacağam. Biraz yarım litrə damaşını qatıq alaram. Həm mayalayarıq, həm də ki ayran kimi istifadə edərik. Melisi sevənlər, Melisdən ötəri darxanlar. Baxın, bizim qız artıq evdə yatır. Çöl soyuq olur deyə. Sadəcə bu ayaq soyunduğumuz yer. Yəni burada təmizdir bura. İsti poldur deyə belə sərilib yatır. Nə oldu? Nə oldu? Oynamaq mı istəyirsən? Nə oldu? Heç içəri girmir, örgənibdir. Səliqəli qızdır bu. Gözəl qızdır bu. Heç içəri girmir. Həm bura belə buna xoş gəlir. İsti poldur, belə gözəl yatır deyə. Nə də gəlib mişəhdi yetmir. Hə Melis? Hə Melis? Hə Melis? Görsən moraleri xoşuna gəldi. Ay Ali. Çox gecdir balam. Get yat. Melis, Melisim. Qırıqdırmaq lazımdır. Yox qadın, beləcədir bax. Tükləri mi? Alacadı mı? Yox, tüklərini mi deyirsən? Yox, ay bala, bu belədir. Bunda eləsin porodur. Hə, bu belədir. Nazdanma, yaxşı. Sabaha ehtiyac qalmadı qızlar. Südü mayaladım, artıq qatıq dolubdu. Qismət tapdı, yaratdı. Süzmə gətirdi. Mən də süzmə ilə mayaladım. Bir 5 saat üstü bağlı saxladım. İndi gördüm mayalanıbdı. Yarısını xaladinika yerləşdirdim. Yarısı da budur. Bunu da sizlərə göstərmək üçün belə qaldı. Baxın, görün nə qəşəng mayalanıbdı. Biraz suyu var. Biraz da artıq qaynatsaydım, o suyu lap az olardı. Amma qəşəng bərt mayalanıbdı. İndi bunu xaladinika qoyum, tam soğusun. Soğuduqca da bərkiyəcək. Saat neçə olar? Saat hardasa ya 2-dir, ya 1-in yarısıdır. Bax, artıq çox gecdir. Bunlar qoyum belə. Üç 4 qutu mayalamışam. Burada buna baxsanıza. Burada da ki süddən artandı. Mən də bunu dedim. Qazanın içində mayaladım. Ondan sonra qabları yerləşdirmişim deyim. Bu da belədir. Görün nə gözəldir. Qəşəng də mayalanıbdır. Bu üzündə görünən sadəcə biraz suyu var. Bir balaca. Soğuqda uçanda bərkiyəcək. Belə artıq gedib dincəlmək lazımdır. Uzanmaq lazımdır. Gecədir. Çox gecdir. Qab-qacaq aldığım videonun yorumlarına baxdım, şok oldum. Həqiqətən də o yorumlar məni çox sevindirdi. Buradan hər birinizə nə qədər təşəkkür etsəm, alqış etsəm azdır. Yorumları oxuduqca bəzi yorumlar məni sevindirdi, bəzi yorumlar məni kövrəltdi. Kövrəlməm də mənə dəyər verən izləyicilərimin o xoş yorumlarını oxuduqca həqiqətən də kövrəldim. Mənə nə qədər yaxın olduğunuzu hiss etdirdiniz. Allah hər birinizin qəlbinizdəki arzularınıza çatdırsın. Yeni iliniz düşərli olsun bacılar. Nə tərifləyim, nə alqışlar edim sizlərə azdır həqiqətən də. Nə niyyət bəsləyirsiniz, milyon qat əvəzini vermiş olsun. Amin deyim. Yorumlar da çox gözəldir. Bəyənilər də çox gözəldir. Çox gözəl bəyənibsiniz. Allah hər birinizdən razı olsun.
İzlənmə də çox qəşəng oldu. Sadəcə olaraq bir bacınızın xahişi var. Videoya girdiyiniz zaman xanımlar, video arasından çıxan reklamların ən azından bacınızın xətrinə bir 5 saniyəsini izləyin. Ondan sonra o oxu bassanız da olar. Bir damcı da olsa mənə dəstək olmuş olursunuz maddiyyat durumdan. Siz olmasanız mən heç yoxam YouTube'da. Sizin vasitənizlə mən YouTube'dayam. Bu heç bunu hər birimiz bilirik. Gərək haqsızlıq da etməyək. Belə bacılar, Allah o gözəl qəlbinizə görə versin. Bu videomu burada sonlandırım. Sizlərlə sağollaşım. Artıq çox gecdir. Saat 2 oldu. Amma Cinqoy bacınız hələ ayaqdadır, yatmayıbdır. Gəh oranı yığdı, gəh buranı təmizlədi. Belə də olmaz. Gedib uzanmaq, dincəlmək, özünə vaxt ayırmaq lazımdır. Nəysə, sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Yeni videolarımızda görüşmək diləyilə deyim. Öpürəm hər birinizi.